Deməli, birinci sualımızda kvadrat verilibdir və üçbucaq DYC-nin sahəsi bizə məlumdur. Kvadratın tərəfini tapmalıyıq. Üçbucağın hündürlüyünü endirək ki, üçbucağın sahə üsulundan istifadə edə bilək. Bilirik ki, üçbucağın sahə üsulu nəyə bərabərdir? Hündürlük vurulsun tərəfə bərabərdir. Baxın, buradakı üçbucağın hündürlüyü elə kvadratın tərəfinə bərabərdir, düzdürmü? Üçbucağın sahə üsulunu yazaq. 2-də 1 AH-dır, düzdür? H-ımız da gördük ki, elə tərəfimizə, yəni A-ya bərabərdir. Yəni H-ın əvəzinə elə A yaza bilərik. Sahəni də bizə veriblər 8 ilə sahənin də qiymətini yerinə yazaq ki, 8-dir. Burada bir dənə məhsulumuz qalır, tərəfimiz, yəni A. 16 bərabərdir A kvadratı. A da bərabər imiş, müsbət mənfi 4-ə. Tərəfimiz də mənfi olmaz. Deməli, kvadratın tərəfi 4 imiş. Deməli, modullu funksiya ilə bağlı belə bir suala baxırıq. İlk öncə təbii ki, qrafikimizi çəkək və funksiyalarımızı quraq. Modul funksiyasını qururuq. Birinci funksiyaya nəzər yetirək ki, əmsal mənfidir və modullu funksiyanın qolları aşağıda olmalıdır və 8 vaid yuxarı sürüşübdür. Deməli, nə edirik? Qollarını aşağı çəkirik və 8 vaid yuxarı sürüşmüş formada çəkirik. Digərində isə qarşısında mənfi yoxdur. Yəni, modul funksiyamızın qolları yuxarıdır. Mənfi 6 olduğu üçün, yəni 6 vaid aşağı sürüşübdür. Çəkdik. Baxın, bizdən burada arada yaranan bu kvadratın, bu dördbucaqlının daha doğrusu sahəsini tapmaq tələb olunur. Dördbucaqlının sahəsini burada tapmaq üçün bunu ayrı-ayrı üçbucaq kimi baxaq. İlk öncə buradakı üçbucağın sahəsini tapaq. Təbii ki, hündürlüyü endiririk. Üçbucağın sahə üsulundan istifadə etmək üçün birinci sualdakı kimi. Deməli, baxın, mənfi modul x üstəgələk 8 bərabərdir. Modul x çıxılsın 6-ya. Funksiyalarımız kəsişiblər axı. Bunu da tənlik kimi həll eləsək, 2 modul x bərabərdir 14-ə. Modul x 7-dir. Nəyə modulu 7 eləyir? Müsbət və mənfi 7-nin. X-i tapdıq ki, x-imiz müsbət və mənfi 7 imiş. Bu üçbucağı kənarda çəkək ki, daha aydın olsun. Funksiyanın üzərində yox, kənarda normal bildiyimiz üçbucaq kimi baxaq. Üçbucağımız, hündürlüyümüzdə hansı ki, bayaq 7 tapmışıq. Baxın, bunun oturacağı necədir bəs? Oturacağı mənfi 6 ilə 8-ə qədərki məsafədə. Məsafəmiz 14-dür. Oturacağı da 14 yazırıq. Üçbucağın sahə üsulundan istifadə edirik. 14 vur 7 bölü 2 elədir 49. Bu üçbucağımızın sahəsi 49-dursa, onun yanındakı üçbucağın da sahəsi 49 olar və 49 ilə 49-u toplayıb dördbucaqlımızın sahəsini tapa bilərik. Deməli, 98 imiş dördbucaqlımızın sahəsi. Keçək digər sualımıza. Deməli, bizə kub verilibdir, tili də 16 santimetrdir. İlk öncə kubu çəkək. Bilirik ki, bu fəza məsələlərində əsasən şəkli doğru təsvir etməliyik, həlləri isə asan yolla gedir. Şəkli doğru təsvir etsək taparıq. Deməli, A1B, B1C1 arasındakı məsafə soruşulur. Adlarını qeyd eləyək ki, dəqiq nəyi soruşulduğunda rahatlıqla görə bilək. Adlarını qeyd elədik. Deməli, A1B və B1C1. Həmin düz xətlərin arasındakı məsafə hündürlükdür. Düzgün qeyd elədik. Deməli, biz buradan x tapmalıyıq. Soruşulanı dəqiq tapdıqsa da həlli rahat gedir. Bunu da qıraqda çəkək üçbucağı. Normal bildiyimiz üçbucaq kimi görünsün gözümüzə. Deməli, tərəfimiz 16-dır. Və bilirik ki, oradakı A1B tərəfi kvadratın diaqonalıdır. Ona görə 16/2 olur. Baxın, bilirik ki, bu diaqonal da bunu 45 dərəcəyə bölüb də. Yəni, orada da bərabər yanlı düzbucaqlı üçbucaq yaranır. Deməli, x tərəfimizdə 8/2 imiş. Belə göstərək. Baxın, bura 8/2, 8/2 kimi bölünübdür. Burada düşüb 8/2. Silsilə ilə bağlı sualımıza baxaq. Təbii ki, burada ayəndəri görürük. Ayənin açılışını xatırlamalıyıq. A1 üstəgələk n çıxılsın 1 dedim. Açılışa uyğun olaraq hər birini açaq. Birinci A1 üstəgələk 3-dir, A1 üstəgələk 4-dir, A1 üstəgələk 7-dir. Məxrəstəkini də eyni o formada açaq. A1 üstəgələk 2-dir, bərabərdir 2. Tənasibi görən kimi burada bilirik ki, çarpaz vurmalıyıq. Biraz sadələşdirmə aparaq. A1-ləri bir toplayaq, D-ləri bir toplayaq və çarpaz vuraq. Çarpaz vurduq.
hər birini bir tərəfə keçirib sağda 0 saxlayıram. Çünki 0-a bərabər olanı soruşur. Deməli, 0-a bərabər olan həddimiz neçəymiş? A11 imiş ki, asılışı da, baxın, A1 üstəgələk 10 deymiş. Yəni, cavab oldu 11. Deməli, kompleks kökümüz var bizim. 4 çıxılsın i. Bilirik ki, tənliyimizin kökünün biri kompleksdirsə, digəri mütləq bunun qoşması olmalıdır. Baxın, köklərdən biri 4 çıxılsın idisə, digəri mütləq şəkildə 4 üstəgələk i olmalıdır. x1 ilə x2 yəni bizə məlumdur. Təbii ki, burada Viet teoremi ilə getməliyik. Köklərin cəmini tapa bilirik. x1 üstəgələk x2 nəyə bərabərdir? 4 çıxılsın i üstəgələk 4 üstəgəlsin i-yə. Mənfi müsbət i'lər gedər. 4 üstəgələk 4, 8. Köklərin hasilini də tapa bilərik. x1 vurulsun x2. Bu da nədir? 4 çıxılsın i, 4 üstəgəlsin i. Bunu da yazsaq, deməli bizə 16 çıxılsın i-nin kvadratını verir. Kvadratlar fərqinə görə i kvadratı təbii ki, mənfi 1-ə bərabərdir. Bu ilə də 17. İndi nə edək? İndi baxaq tənliyimizin özünə. Oradan baxaq görək, bəs köklərin cəmi nəyə bərabərdir? Mənfi b bölünsün a-ya bərabərdir, düzdürmü? Yəni, çevrilməmiş olduğu üçün x kvadratın əmsalına bölürük də, bunu bilirik. Hasil də sərbəst həddə bərabərdir, yəni c-yə əmsalı da bölməli yoldur c bölək a. Bunları da kənarda özümüz üçün qeyd edək. Bizim əsas qaydamız elə bunlardır. Aha, indi baxaq, bəs bizdən nə soruşulur? C çıxılsın B bölünsün A. Bunu ilk öncə ayrı-ayrı kəsrdə göstərək ki, işimiz daha rahat olsun. C bölək A çıxılsın B bölək A. Niyə belə göstərdik? Çünki bizim əlimizdə artıq C bölək A-nın da qiyməti var, yəni hasilin də var, cəmin də var. Sadəcə aparıb yerlərinə qoymaq qalır, eləyir 25. Deməli, funksiyanın təyin oblasti mənfi sonsuzluqdan müsbət sonsuzluqadır. Yəni, bütün qiymətləri ala bilməsi üçün A-ya nə verməliyik? X kvadratı onsuz da müsbətdir. Kökün altında demişik ki, ən azı 0 ola bilər. Yəni, 0-da müsbət sonsuzluq olmalıdır. X kvadratı onsuz da müsbətdir. Qalır bizə buradakı fayda. Bunu müsbət tutmalıyıq ki, x-ə nə versək, hər zaman mənfi sonsuzluğa, müsbət sonsuzluğa ödənsin hər zaman. Ona görə də bu kənarda qalan ifadəni götürüb, 0-dan böyük bərabər eləyib, həll edirik. Yəni, sanki bizdə x kvadrat üstəgələk 5-mi, x kvadrat üstəgələk 7-mi, x kvadrat üstəgələk 0-mı? Yəni, ondan x kvadratından sonraki fayda mütləq şəkildə ya 0 ya da müsbət bir ədəd olmalıdır ki, x-ə nə verirsə verək, hər zaman təyin olunsun. Ona görə götürüb bunu 0-dan böyük bərabər elədik. Hər tərəfi burada mənfiyə vururam ki, səlgəli formaya düşsün. Yəni, birinci kvadrat başlasın. Ondan sonra V-dən tapa bilərik ki, köklərimiz 6 və mənfi 2-dir. Yəni, vuranda mənfi 12 edir, toplayanda 4 eləyir. Təbii ki, bunu intervallar üsulundan həll eləməliyik. Köklərimizi qeyd eləyək. Mənfi 2, 6. Hər iki kökü alır, bərabərlik var. İntervallarımızı çəkdik. Qiymətlərimizi qoyub yoxlasaq, müsbət, mənfi və müsbət. Bizə hansı aralıq lazımdır? Mənfi aralıq, mənfi 2, 6 aralığı parçada. A-nın mümkün qiymətlərinin cəmini soruşur. Mənfi 2-dən 6-ya qədərki ədədləri toplayaq. Mənfilər orada artıq islah olundu. 3, 4, 5, 6. Bunları da toplasaq, cavab oldu 18. Trigonometrik tənlikdir. İlk öncə nə edək burada? Kosinus x-i sağ tərəfə keçirdək ki, hər tərəfi rahat kvadrata yüksəldə bilək. Yəni, bizə mane olan o kök işarəsini oradan götürək. Kosinus x-i keçirdik sağ tərəfə, hər tərəfi kvadrata yüksəldək. Kvadratla kökümüz getdi. Deməli, burada nə qaldı? 8 üstəgələk kosinus x. Sağ tərəfi də müxtəsər vurma üsuluna görə yüksəltsək. 16 çıxılsın 8 kosinus x. Üstəgələk kosinus kvadrat x. Artıq bu kvadratik faydəni görən kimi bilirik ki, hər birini bir tərəfə keçirib sağda 0 saxlamalıyıq. Yəni, bunu kvadrat tənliyə bənzətməliyik ki, rahat həll eləyə bilək.
Ona görə də hər birini sol tərəfə keçirdirik. İşarələrə diqqət eləyək. Sol tərəfə keçirdiyimiz zaman bərabərdir 0. Yəni kosinus kvadrat 2 çıxılsın 9 kosinus 2 üstə gələk 8 bərabərdir 0. Ya bu formada həll eləyərik, ya da ki kosinus x gözümüzə böyük görünürsə bir dənə hərflə əvəzləyib, məsələn t hərfi ilə əvəzləyib t kvadrat çıx 9t üstə gələk 8 bərabərdir 0 yazaq. İstəyərsiniz diskriminantdan, istəyərsiniz də V-lə taparıq ki, köklərimiz 8 və 1-dir. Yəni vuranda 8 eləyir, toplayanda da 9 eləyir. Təbii ki, kosinus 8-i ala bilməz. Onun maksimum qiyməti 1-dir. 1 dənə zaman alır? 2 pi k-da. Cavabımız olar C variantı. Deməli, trapesiya ilə bağlı suala baxırıq. Yan tərəfimiz 6-dır, iti bucağımız 60 dərəcədir, bərabər yanlıdır və əsas məsələ daxilinə çevrə çəkilibdir. Təbii ki, ilk öncə trapesiyanı çəkək, yan tərəfləri qeyd eləyək, verilən bucağı qeyd eləyək. 60 dərəcə iti bucağımızdır. Aha, bizdən də oturacaq soruşulur. Hündürlüyü endirirəm. Digər bucaqda təbii ki, bilirik 30 dərəcədir. Yəni burada düz bucaqlı bucaq yaratmağa çalışdım ki, bu hissədəki tərəfi tapaq. 30 dərəcənin qarşısındakı katet hipotenuzun yarısı da 3-dür. Bitişikdə digər katet vurulsun, kökdə 3-dür. Heç onu qeyd eləməsək də olar. Bu dəqiqə bizim üçün əhəmiyyəti yoxdur. Həmin şey sağ tərəfdə də eləyə bilərik, bərabər yanlıdır deyə. Yəni burada 3 olar. Baxın, bura ikisi də aşağıda ikisidirmi? İkisidir. İndi keçdik əsas məsələyə. Daxilinə çevrə çəkilibdir. Daxilinə çevrə çəkilibsə də qarşı tərəflərin cəmi bir-birinə bərabərdir. Əsas məsələmiz budur. Yəni 6 üstə gələk 6 bərabərdir 2 üstə gələk 2 üstə gələk 6-ya. Yan tərəflərin cəmi, yəni oturacaqların cəminə bərabər oldu. Deməli, ikisi 3-ymüş. Yerinə qoysaq, yuxarıdakı oturacağımız 3, aşağıdakı böyük oturacağımız da 3, 3, 3, yəni 9-ymuş. Yəni 4 bucaqlının daxilinə çevrə çəkilibsə, ixtiyari bir 4 bucaqlının qarşı tərəflərin cəmi hər zaman bir-birinə bərabərdir. Bu xassədən istifadə elədik və həll elədik.